Salam aleyküm, necəsiz? Bugün gedirik TikTok menecerləri ilə görüşməyə. Xaricdən gəliblər, Four Seasons otelə. Gedək görən olur. Yəni siz də bizə güvənib agentlik olaraq, Azərbaycanın rəsmi agentliyi olaraq bizə qoşula bilərsiniz. Bu vlogu izləyin və görün. Maraqlı anlar sizinlə. Deməli, buramız bizə pencək, kalostuklu Kalostuklu özün gedib aldın, mən kalostuk deməmişim. Kalostuklu kostyum zat dedi ki, geyincə də nə var orada dedi. İndi Almana gəlib, pristav elə ki, orada hamı futbolkada, zadda, krasovkada bir dənə biz girmişik içəri kostyumla. Mən dedim, normal geyinək biraz daha. Onun həyəcanı gəldi. Bu isə kostyum zat geyindir. Biz elə bir toya gedirik. Toyda rəsmiyyət, biz rəsmi ajansıq, ona görə bizim ajansımıza qoşun. Hər dəfə onu deyəcəyik. Deməli, gəldik, çatdıq. Hara? Four Seasons otelə. İçəri girəcəyində gecikmişik. Birazcık utanırıq, həyacan var, amma yaxşı olacaq. Hə? Sən mi yaxşı olacaq? Bizim ajansa qoşula bilərsin, çox güvənli ajans. Gedirik indi, yuxarını çəkəcəm sizə. Girmişik içəri, içərisi bu şəkildədir. Çox maraqlıdır. Gecikmişik. Görək nə olacaq. Ramin qabaqda gedir. Bir-iki şeydir, gelin, çabuk olun deyir. Çabuk olun deyir. Çabuk ol Ramin. Kostyumla zatla toya gedirik. Bu şəkildədir. Biz gelmişik bir dənə. Herkese tekrar salam. Ben Antalya'dım. Ve bugün sizin burada görmekten çok memnunum. Öncelikle bugün ilk bana tolerans gösterin. Tamam mı? Okey. Herkes fotoğraf çekiyor. Ne oldu kız pazarda? Deməli, tədbirimiz bitdi. Nə öyrəndin? Bildiyim şeyler idi. Biz Qoç özgüvəni. Çox yəni belə bilikli bir ajansıq, ona görə ajansımıza qatıla bilərik. Bəli. İndi isə burada kofe, çay, su içmək üçün mola verildi. Kimin nə salı varsa ekibə verəcək burada. Biz də gedirik, Ramin bəy dözə bilmirdi. 2 saat orada söhbət olduğu üçün siqaret çəkmək istəyə gəldi. Ciyəri yanırmış. Hardan çıxış? Buradan gedir. İndi gedir Ramin bəy siqaret üfürdətməyə. İmkan vermirsən ki, bir yerdə oturaq, gedək çay çək, kofe çək. Ramin siqaret çəkir. Qolumuzda bunlardan var. Bunlardan var qolumuzda. O zaman qızılın zadını taxardınız da, nə bir mərifətiniz olsun. Boğazında nə qalıb? Şeyin tükü. Və burnumu səhəm. Deməli, biz burada şəkil çəkdirdik Ramişlə və indi hal-hazırda video çəkəcəyik TikTok üçün. Çünki biz rəsmi rəsmi partnyor olduğumuz üçün burada sırf ajansla bağlı videolar çəkmək istəyirik ki, daha kaliteli və gözəl düşsün. Ramin də gəldi, çantasını unutmuşdu. Deyirəm ki, biz burada indi video çəkəcəyik. Biz rəsmi partnyor olduğumuz üçün TikTok'un. Bəs deyirəm kamerayla çəksin mikrofonu. Bu güzeldir. Biz sizə nə vəd edirik? Ajansla bağlı ajansla bağlı nədir? Kəsmə. Bir dəqiqə gözlə. Kəsmə gözlə. Yox, nə dedim, yadımdan çıxdı yenə sözünü. Ən açan şəxslər ajansımıza qoşulmaq üçün profilimizdəki linkdən daxil olub qeydiyyatdan keçə bilərsiniz. Çəkildə nə çəkil, buna nə çəkil? Ay dədül. Hadi bakalım. Bura gel, biraz kəsdi güzgü.
Danış. Yəni Yaxşıdır dayı. tədbirimiz bitdi. İndi çıxırıq. Gedirik. Hara? Hara? Mən həmişə deyirəm. Yox, sən deyirsən həmişə. Nə? Açmışıq biraz. Biraz açmışıq. İndi yemək istəyirik. Gedək görək nə edirik. Çölə çıxmalı deyil də. Bunun yəni çölə çıxdınsa, raskodu var da, başa düşdün. Ancaq yemək. Raskodu nə yeməkdir? Qarın. Nə, sən də açmısan da, nəyə yalan Atmamışam mən. Bayaqda Verirdilər, imkan da vermədin çay, kofe, çay burada. Uyda. Pulsuz idi. Gərək elə pullu yeyəsən. Demədim ki, var kofe orada, gedik. Sən bütün mənim şeyimi öldürdün, Astrenamı. Şeyimi öldürdün deyəndə ki, dedim ki, kofe var. Üçlü siqaret Bütün çəkdik. həvəsimi öldürdün da, içmək istəmədim. Ha, Hər indi niyə yerdə bəs dalaş- gedirsən yeməyə? Hər yerdə dalaşır adamla. Yeməyə niyə Adam gedirsən bəs? Həvəsini öldürürsən. Yeməyə niyə gedirsən? Acımısan, sən şeylərə Ardımsan görə- deyə orada yuxarıda vardı. Alçadan basıb yerdin. Güneş var biraz. Ne geçen bir sürü böyle güneş. Getmirəm heç. Bu nədir? 10 dəqiqə nədir? Sarma nədir? Seçli şeyə bax da. Mənim yeməyimi verməyəcəm ha sənə. Yox, xırt-xırtlı şey demişəm. O nədir? Hadi öz yemeğimi diyeyim de. Denən ye, öz yeməyimi özlə. Denən ye də, sən Allah. Bir de bundan bir de ondan yenmene. Yox. Döçəyədik olar. Biri 8 mani, biri 9 mani. Onu 90 qəpiyi demir, 8 manat demir, biri 10 manat, biri 9 manat, biri 8, biri 9. 90 qəp pul deyil. 9 mani. 19 manat nəyə yemək yeyirsən sən 19 manatda? 19 manat Yemek yiyeceğim, 19 mani. yemə də, bəs 2 dənə. Yaxşı denən, Ne bileyim. ikisini də. Bunun tadına bak, şöyle necə bir şeydi, meraklı değil. Mən onda onu ortaya versin. Neden Mən də bunu yeyim. ortaya koydum, yerim. Getdi yenə 100 manat. Şöyle dedim. Bundan da değil. Də yox da bundan da deyim. Belə yemək pişib deyəsən axşam meyvə aparaq. He. Akşama da vakti yemek. Fili yok da bunların yanında, ben ne yiyeceğim? Deyirsən necə? Aa, bunlardan da var. Az deyən videonu açıb söndürüm, sən video görəndə belə elirsən. Yemekten sonra. Özdə istifadə edirsən ki, video çəkir deyəcək, hə, söndürdüm, sağ olun. Fethi'nin Alfredo verək sipariş. Onu bayaq dedi. Deyirəm ki, bu makarondur da. Bu Ankara makaronları bundan 1 manatdır. Mən sənə 3 manata bunu şey deyirəm. İçində də bir 10 qram ət var. Axşam Sen eləyəcəm. eləyə bilməzsin, bu başqa makarondur. Eləyəcəm. Alfredo'dur bu. Eləyəcəm. Deməli biz yemək gəldi, amma çəkə bilmədik yeməyi çünki canlı yayın açmışdıq. Yeməyin axırını göstər. Yemək belədir. Yeməyin də videosunu canlı yayımdan kəsib götürüb qoymuşuq, gördünüz yəqin ki. Baxarsınız. Baxarsınız, indi hara getdik? Evə. İndi evə gedirik. Sağ olun. Yalnız yayın açan şəxslər ajansımıza qoşulmaq üçün profilimizdəki linkdən daxil olub qeydiyyatdan keçə bilərsiniz.